İnsanlara 3 seçim versəniz, onlar heç nə almayacaqlar. 1950-ci illərdə Amerikada bir ayaqqabı satıcısından soruşurlar ki, bəs necə edirsiniz ki, siz bu qədər çox ayaqqabı satırsınız? Adam çox sadə bir cavab verir. Heç bir zaman müştərini 3 seçim qarşısında buraxmıram. Müştəri mağazaya daxil olur, bir ayaqqabını seçir, test edir, sonra ikinci, üçüncünü istədiyi zaman dərhal soruşuruq. Birincini götürək yoxsa ikincini? Çünki deyir, bunu dəfələrlə yoxlamışıq. Müştəri 2 seçim qarşısında qalarsa, o ayaqqabıdan birini alacaq. Yox, seçim sayı artarsa, ayaqqabı almadan mağazanı tərk edirlər. Belə deyək, bu həyatımızda da belədir. Seçim sayı az olduğu zaman beyin qərar verə bilir. Yox, seçim sayı çox olarsa beyin donur, qərar verə bilmir. Mən bunu dəfələrlə biznesdə görmüşəm. Əslində yaxşı bir şey edilmiş düşünüb müştəriyə çoxlu təklif göndərmişəm, lakin müştəridən geri dönüş almamışam. Çünki müştəri düşünür ki, əgər bu adam bu işin mütəxəssisidirsə, professionalıdırsa, o zaman mənim əvəzimdən o seçimləri azaltmalıdır. Yox, azalda bilmirsə, seçimin sayını seçə bilmirsə, azalda bilmirsə, o zaman bu mənə necə kömək edəcək? Biznesdə də, həyatda da bəzən qərar verə bilməməyimizin səbəbi seçimin olmaması deyil, əksinə seçim sayının çox olmasıdır. Ona görə seçimləri azaldın, qərar öz-özlüyündən gələcək.